Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu istilik mühərrikləri, istilik mühərrikindən faydalı şəmsalı, mövzu və test izahından ibarətdir. Keçək əvvəlcə mövzumuzun izahına. Deməli, mövzu ilə bağlı testlərdə nələr soruşula bilər sizdən? Birinci, istilik mühərrikinin iş prinsipi. İstilik mühərriki bilirik ki, yanacağın daxili enerjisini mexaniki enerjiyə çevrilən qurğudur. Sonra, istilik mühərrikinin növləri gedir bizdə testdə. Daxili yanma mühərriki, buxar turbini, reaktiv mühərrik. Sonra reaktiv mühərrik özü iki hissədən ibarətdir. Raket mühərriki, hava reaktiv mühərrik. Sonra daxili yanma mühərrikinin də iki növü karbüratorlu mühərrik, bir də dizel mühərriki var ki, karbüratorlu mühərrikdə yanacaq qarşılığı olaraq benzin, hava qarşılığı, dizel mühərriklərində isə benzin və ya dizel yanacağından istifadə olunur. Digər səhifədə isə mühərriklərlə bağlı düsturları qeyd etmişəm. Və bir də əsas nəyə diqqətli olun? İstilik mühərriki 3 hissədən ibarətdir. Qızdırıcı, işçi cisim soyuducu və qızdırıcıdan kübir qədər istilik miqdarı alınır. Sonra Q2 isə soyuducuya verilən istilik miqdarıdır. Və mühərrikdə görülən iş, burada qızdırıcıdan deməli A' hərfi ilə işarə olunub. Kübir çıxılsın nədir? Q2, yəni qızdırıcıdan alınan istilik miqdarından soyuducuya verilən istilik miqdarının fərqidir. Sonra mühərrikin baxın faydalı şəmsalın düsturları qeyd olunmuşdur. Sonra istilik mühərrikində qızdırıcı, işçi cisim və soyuducunun əsas funksiyası nədən ibarətdir? Məsələn, qızdırıcı müxtəlif növ yanacağın yanması və ya nüvə reaksiyası nəticəsində ayrılan enerji hesabına yaranan T1 temperaturunu sabit saxlayan hissədir. İşçi cisim isə genişlənib sıxılması nəticəsində mexaniki iş görə bilən qaz və ya buxar qarışığı, qaz və ya buxardır. Soyuducu isə temperaturu T2 olan hissədir ki, bu da ətraf mühit, bir də olacaq nədir? Atmosfer. Keçək növbəti səhifəmizə. Növbəti səhifədə də yeni istilik mühərriklərindəki düsturları baxın, yenidən burada qeyd etmişəm. Məsələn, testlərdə bizə istilik mühərrikləri ilə bağlı gücü soruşur. Gücün düsturu A/T olub və burada məsələn mühərrikdə görülən işin A-nın qiymətini burada nəzərə ala bilərik. Onda Q1 Q2 bölünsün nə olacaq? T. Sonra faydalı şəmsalın düsturundan mühərrikdə görülən işi tapsaq, eta vur Q1 həmin düsturu gücün düsturunda nəzərə almaqla digər, yəni yeni bir düstur alınır ki, testlərdə bizdə soruşulur. Keçək digər səhifəmizdə. Digər səhifəmizdə isə istilik mühərrikinin iş dövrü qeyd olunmuşdur. Deməli, birinci özü istilik mühərriki nədən ibarətdir? Silindirdən ibarətdir. Sonra silindir içərisində porşen, klapanlar, yəni birinci klapan, ikinci klapan, bir də alışma şamı vardır. Sonra istilik mühərrikinin iş dövrü 4 taktdan ibarətdir. Birinci tak sorma taktıdır ki, bu takta məsələn porşen silindir aşağıya doğru, porşen aşağıya doğru hərəkət edir. Və porşenin aşağıya doğru hərəkət hərəkətində birinci klapan açılır və klapan açılan kimi yanacaq qarşığı silindirə sovrulur. İkinci takt isə sıxılma taktıdır ki, baxın burada artıq klapanlar bağlıdır. Porşen yuxarı hərəkət edərək yanacaq qarşığını sıxır və sıxılma nəticəsində yanacaq qızır və bu zaman baxın burada alışma şamı vardır ki, həmin alışma şamından qığılcım alaraq, yəni elektrik qığılcımı alaraq yanacaq qarşığı alışdırılır, yəni yanma baş verir. Üçüncü takt isə iş görmə taktıdır ki, bu zaman alışma nəticəsində yanacaq qarşığından ayrılan qazlar porşenə böyük qüvvə ilə təsir edir və porşeni aşağıya doğru itələyir. Dördüncü takt isə xaric etmə taktıdır ki, bu zaman ikinci klapan açılır və porşen yuxarı hərəkət edir, yanma məhsulları silindirdən atmosferə doğru çıxır. Deməli, burada yenə qeyd edirəm. Deməli, mühərrikin iş dövrü 4 taktdan ibarətdir. Sorma taktı, sıxılma taktı, iş görmə taktı, bir də nədir? Xaric etmə taktı. Keçək testlərimizin izahına baxaq birinci nömrəli testimizə. Deməli, istilik maşınında qızdırıcının temperaturu 800 Kelvin. Qızdırıcının temperaturu deyəndə bizə deməli T1-i verib, T1 800 Kelvin. Soyuducunun temperaturu isə 120 dərəcə Selsidir ki, 100 Selsini mütləq Kelvinə keçməli, yəni T2 bərabərdir. Üzərinə 273 gəlirik, alırıq 400 Kelvin və mühərrikin faydalı şəmsalı soruşur. Eta bərabərdir, 1 çıxılsın, T2 bölünsün T1. Buradan da 1 çıxılsın, 400 bölünsün
400 bölünsün 800. Getsə ixtisar aparsaq alırıq 2'də 1. 1'dən 2'də 1 çıxanda 0.5 alırıq 50% olur. Hansı variant? Y variantı. Sonra 2 nömrəli testdə isə baxın. Deməli, qızdırıcıdan alınan istilik miqdarı və bir də görülən iş qeyd edilmişdir ki, deməli, hansı fiziki kəmiyyət təyin olunur bu ifadə ilə. İşçi cismin gördüyü iş bilirik ki, Q1 çıxılsın nədir? Q1 çıxılsın Q2'dir. Düsturda nəzərə alsaq, alırıq ki, Q2. Q2 nədir? Soyuducuya verilən istilik miqdarı olur. Hansı variant? Y variantı. 3 nömrəli testdə də eyni ilə deməli, görülən iş verilib və bir də soyuducuya verilən istilik miqdarı. Mütləq mötərizənin içərisini oxuyun ki, sizə daha rahat olsun tapma. Bunun üçün yeni işin düsturunu yazırıq. Q1 çıxılsın Q2 və buradan biz artıq tapırıq ki, bu qızdırıcıdan alınan istilik miqdarıdır. B variantı. Sonra 4 nömrəli testdə T1 çıx T2 böl T1 ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Bu mühərrikin faydalı iş əmsalı olur. D variantı. Sonra 5 nömrəli testdə bizdən istilik mühərriklərində görülən iş soruşulur. İstilik mühərriklərində görülən iş bir dedik ki, məsələn, H' bərabərdir Q1 çıxılsın Q2 düsturu ilə. Sonra və yaxud da ki, mühərrikdə faydalı iş əmsalının düsturundan H' bölünsün Q1'dən mühərrikdə görülən işi tapa bilərik. Deməli, görülən iş bərabərdir. Faydalı iş əmsalını qızdırıcıdan alınan istilik miqdarına vura bilərik. Eta vur Q1. Alırıq C variantı. Sonra hansı istilik mühərrikidir? Baxırıq. Baxın, daxili yanma mühərriki nədir? İstilik mühərriki. Yəni, əvvəlki səhifədə qeyd etmişdim. Mütləq istilik mühərriklərinin növlərini bilməliyik ki, testdə onları tapa bilək. Sonra 7 nömrəli testdə hansı istilik mühərrikidir? Baxın, burada nə var? Buxar, turbini. Sonra istilik mühərriklərinin faydalı gücü hansı ifadə ilə təyin olunur? Deməli, ümumiyyətlə gücün düsturu qeyd etdik ki, n bərabərdir. H' bölünsün A bölünsün T. Burada A'nın yerinə biz 2 düsturu nəzərə ala bilərik. Biri elə faydalı iş əmsalının düsturundan eta vurulsun Q1 bölünsün T. Bunu nəzərə alsaq, baxın, eta uşaqları, eta vurulsun Q1 bölünsün T. Alırıq hansı variant? Alırıq B variantı. Sonra 9 nömrəli testdə faydalı iş əmsalı olan, deməli, eta olan istilik mühərrikinin faydalı gücü və buradan istilik miqdarı soruşur, yəni qızdırıcıdan. Elə yazdığımız bu düsturdan, yəni n bərabərdir eta vurulsun Q1 düsturundan qızdırıcıdan alınan istilik miqdarını tapa bilərik. Buradan tapırıq ki, Q1 bərabərdir n vurulsun T bölünsün eta. Deməli, n. Burada gücü P hərfi ilə işarə olub. Mən n hərfi ilə yazmışam. Fərq etməsi ilə bunu P hərfi ilə götürək. P vur T. Baxın, P vur T bölünsün nədir? Eta. Sonra baxaq 10 nömrəli testdə. Artıq buradan ikisi məsələdə elə. İstilik mühərrikində qızdırıcıdan alınan istilik miqdarı. Qızdırıcıdan alınan istilik miqdarı deyəndə bunu Q1 ilə işarə edirik. 70 kilojoldur. Bu zaman yanacaqda, deməli, mühərrikdə görülən iş isə 21 kilojoldur və faydalı iş əmsalı soruşur. Eta bərabərdir. H' bölünsün Q1 düsturunu yazıb aldığımız cavabı 100'ə vurmalıyıq. Deməli, 21 bölünsün yazırıq neçə? 70, 0.3. O da olur neçə faiz? Olur 30%. Alırıq D variantı. Eyni ilə 11 nömrəli testdə elədir. Deməli, qızdırıcıdan alınan istilik miqdarı Q1 verib bizə. Sonra qazın gördüyü işi, mühərrikin faydalı iş əmsalı işi də verir. Deməli, 24 kilojolu bölməsiz 60 kilojola 0.4 alırıq neçə faiz? Olur 40%. Olur B variantı. Sonra hansı qurğuda yanacağın daxili enerjisi mexaniki enerjiyə çevrilir? Deməli, daxili yanma mühərrikində. Sonra yanacağın daxili enerjisi mexaniki enerjiyə çevrilir reaktiv mühərrikdə. Baxın, yenə deyirəm, əvvəlki səhifədə mühərriklərin adlarını qeyd etmişdim mən. Sonra 14 nömrəli testdə hansı qurğuda yanacağın daxili enerjisi mexaniki enerjiyə çevrilir? Baxın, dizel mühərrikləridir. Çünki onlar yanacaqla işləyən mühərriklərdir. Sonra hansı qurğuda yanacağın daxili enerjisi mexaniki enerjiyə çevrilir? Buxar, turbini. Yanacağın daxili enerjisi yenə mexaniki enerjiyə çevrilir. Baxın, istilik elə mühərrik olur nədir? D variantı. Mütləq deməli, istilik mühərriklərinin növlərini yadda saxlamanız vacibdir. Sonra həm qızdırıcının, həm də soyuducunun mütləq temperaturunu 2 dəfə artırdıqda faydalı iş əmsalı necə dəyişir? Bunun üçün yazırıq eta bərabərdir 1 çıxılsın. T
T2 bölünsün T1. Deyir, həm qızdırıcının, həm də soyuducunun temperaturunu, yəni hər ikisini 2 dəfə artırsa, baxın, 2'lər burada ixtisar gedir. Burada faydalı şəmsalın qiyməti olduğu kimi qalacaq, olur, dəyişməz. 18 nömrəli testdə isə faydalı şəmsallarını müqayisə etmək soruşulur. Burada deməli 2 mühərrikin faydalı şəmsalına qrafik verilmişdir. Və hər ikisi üçün isə qızdırıcıdan alınan istilik miqdarının qiyməti eyni qalıb. Amma görülən işlər fərqlidir. Ona görə yazaq, biz onda düstur olaraq yazaq, eta bərabərdir, H bölünsün Q1. Dedik ki, Q'lər eynidir. Onda eta ilə A arasında tənasüb qursa, yəni eta 1 bölünsün eta 2 bərabərdir. A iştirik 1 bölünsün A iştirik nə yazırıq? 2. Buradan da 1'ə uyğun işi verib 8, yuxarı 8 yazırıq, aşağıda 12. 8 ilə 12'ni burada 4'ə ixtisar aparsaq, yuxarıda qalacaq bizdə deməli 4, 4 deyirəm, yuxarıda qalacaq 2, aşağıda da qalacaq neçə? 3 alırıq, 2 bölünsün 3. Doğru cavabımız olur Y variantı. Eyni ilə 19 nömrəli testdə oxşar tipli testdir. Burada da yenə faydalı şəmsallarının müqayisəsi soruşulur. Hər ikisi üçün deməli Q'nun qiyməti eynidir. Onda eta 1 bölünsün eta 2 bərabərdir. A1 bölünsün A2. İndi qrafikdən də baxırıq. Deməli birinciyə uyğun iş 3 kilojouldur, yuxarı 3 yazıq. İkinciyə uyğun isə 6'dır. 3 ilə 6 burada verir bizə neçə? 2'də 1 alırıq C variantı. Digər isə açar sözlərdir. Onu özünüz də oxuyub yaza bilərsiniz. Baxın 22, 21 bu təriflərdir. Məsələn, digər məsələn istilik mühərrikində yanacağın mexaniki enerjiyə çevrilən qurğudur. İstilik mühərrikinin faydalı, məsələn, yanacağın istilik mühərrikində yanacağın daxili enerjisi, deməli nə ilə başlayacaq? 6 ilə mexaniki enerjiyə çevrilən qurğudur. Baxın 6. Sonra buxar turbini, daxili yanma mühərriki və bir də reaktiv mühərrik. Bunlar nədir? İstilik mühərriklərdir. Reaktiv mühərrik də nədir? 5'dəndir. Rahat da açar sözlər oxuyub yaza bilərsiniz. Onu özünüz. Keçək 24 nömrəli, 22 nömrəli testdə. Deməli, istilik mühərrikin, deməli, ideal istilik maşınında qızdırıcının mütləq temperaturu, yəni qızdırıcının mütləq temperaturu deyəndə uşaqlar bu T1'dir. Qızdırıcının mütləq temperaturu soyuducunun mütləq temperaturundan 4 dəfə çoxdur. Deməli, yazırıq bura 4T2. Sonra işçi cisim qızdırıcıdan 40 kilojoul istilik miqdarı alır. Qızdırıcıdan alınan istilik miqdarı deməli 40 kilojoul. Bu zaman mühərrikdə görülən iş soruşur. Bərabərdir suala. Bunun üçün faydalı şəmsalının iki düsturu arasında əlaqə yaradırıq. Yəni A' bölünsün Q1 düsturu. Bir də eta bərabərdir. 1 çıxılsın T1 düsturlarını birləşdirməklə A'nın qiymətini tapa bilərik. Yəni işi hesablaya bilərik. A bölünsün Q1 çıxılsın. T2 bölünsündən yazırıq. T2 bölünsün T1. Buradan A' bölünsün. Bərabərdir daha doğrusu. Deməli, mötərizədə yazır. 1 çıxılsın. T1'in yerinə 4T2 yazanda T2'lər ixtisar gedəcək. Burada qalacaq 4'də 1 və bunu da nəyə vurmalıyıq? Q1'ə vurmalıyıq. Q1'i də bizə verib 40. Buradan da A' bərabərdir. 1'dən 4'də 1 çıxanda qalır 4'də 3. 4'də 3'ü də vurur 40'a. Cavab neçə alırıq? Cavab alırıq 30 kilojoule olur. Hansı variant? Olur A variantı. Sonra 23 nömrəli testdə ideal istilik mühərrikinin faydalı şəmsalı 40%. Onda yazırıq ki, burada 0,4 yazaq. Soyuducunun sabit temperaturunda, soyuducu bizdə nədir? T2'dir. Demək, T2'nin sabit qiymətində T2'ni burada sabit saxlayıb. Qızdırıcının temperaturunu 2 dəfə artırdıqda T1 iştirik bərabərdir 2T1. Bu zaman 2 dəfə artırda faydalı şəmsalı neçə faiz olar? Onda buna T2 yazırıq. Deməli, birinci hal üçün faydalı şəmsalı. Deməli, eta 1 bərabərdir 1 çıxılsın. T2 bölünə yazırıq. T2 bölünsün T1. İkinci halda isə eta bərabərdir. Buradan əslində eta 1'in yerinə 0,4 yazsa, gəlin sadələşdirək. Deməli, yazaq bura 0,4. Əvvəlcə bunu silək burada. Deməli, yazırıq 0,4 bərabərdir. 1 çıxılsın. T2 bölünsün T1. Buradan T2'ni taparıq. 1'dən 0,4 çıxanda qalır 0,6 bərabərdir. T2 bölünsün T1. Və buradan da T2 bərabərdir 0,6 T1.
Məsələdə də şərt qoyub ki, soyuducunun temperaturu dəyişmir. Elə ki biz onu aldıq 0.6 T1. İkinci halda faydalı işlem sağlı üçün yazırsınız. 1 çıxılsın. T2 bölünsün T1 iştirik. Buradan da 1 çıxılsın. T2 bölünsün T1 iştirik. Deməli T1 iştirik bizdə 2 T1'dir. Bayaq yazmışdım, sildim. Buraya yazırıq indi 2 T1. Baxın, burada T2'nin də yerinə yazacaqsınız 0.6 T1. Eta 2 bərabərdir. Elə T2 böl T1'in yerinə birbaşa 0.6 belə də yaza bilərik. Onda biz alırıq 1 çıxılsın. 0.6 bölünsün 2. 0.6'nı 2'ye bölsək alırıq 0.3. Birdən 0.3'ü çıxanda 0.7 və 100'ə də vursaq neçə faiz alırıq? Alırıq 100%. Deməli, ikinci halda faydalı şəmsalı oldu 70%. Deməli, 0.7'ni 100'ə vurduq. Sondan keçək 14 nömrəli testdə. İdeal istilik mühərrikinin faydalı şəmsalı 40%dir. Qızdırıcının temperaturu, mütləq temperaturunu dəyişmədən soyuducunun temperaturunu necə dəyişmək lazımdır ki, faydalı şəmsalı 70% olsun. Yenə burada deməli, birinci hala yazırıq. Eta 1 bərabərdir 0.4 və bunun üçün düstur olaraq eta 1 bərabərdir 1 çıxılsın. T2 bölünsün T1'i yazırıq. Sonra deyir ki, qızdırıcının temperaturunu dəyişmədən, deməli, əvvəlkindən fərqli olaraq burada T1'i sabit qoyub. Deməli, T1 sabit qalır, konstant. T1 qaldı, konstant. Deyir ki, soyuducunun temperaturunu necə dəyişmək lazımdır? Yəni, T2 iştirik və T2. Ya artırmalı, ya azaltmalı. Yəni, bunlar arasında münasibəti təyin etməli və bu zaman deməli, temperaturu dəyişəndə faydalı şəmsalı olub 0.7. Deməli, birinci halda biz yazdık. Məsələn, bunun üçün də faydalı şəmsalı yazsaq, eta 2 bərabərdir 1 çıxılsın. İndi yazırıq ki, T2 iştirik bölünsün T1. İndi qızdırıcını dəyişmir. Buradan eta 1'in yerinə baxın, yazırsınız 0.4. 1'dən 0.4 çıxanda burada qaldı 0.6 bərabərdir T2 bölünsün T1. Və buradan da T2 bərabərdir. T2 bərabərdir 0.6 T1. Biz əvvəlkini tapdıq. İndi ikinci düsturdan da T2'nin yerinə 0.7 yazırıq. 1'dən 0.7 çıxanda qalır 0.3. 0.3 bərabərdir T2 iştirik bölünsün T1 yazırıq. Buradan T2 iştiriki tapsaq alırıq 0.3 T1. Baxın, bir düsturumuz bu. Bir düsturumuz da buradadır. Yəni T2'nin bir əvvəlki qiymətini almışıq, bir də sonraki. Və onları tərəf-tərəfə bölsək, məsələn, azalıb. T2 0.6 T1'dir. T1 isə nədir? T2 iştirik isə 0'da. Məsələn, buradan elə T1'i tapsaq, T1 bərabərdir. T2 bölünsün, nə yazırıq? T2 bölünsün 0.6. T2'nin qiyməti dəyişmir. Gətirib bu düsturda uşaqlar yerinə yazsaq, T2 iştirik bərabərdir. Deməli, 0.3 T2'nin yerinə T2 böl 0.6 yazırıq. Burada yazırsınız T2. Buradan alırıq neçə? T2 bölünsün 2. Deməli, qızdırıcının, soyuducunun temperaturunu 2 dəfə nə etmək lazımdır? Azaltmaq lazımdır ki, faydalı şəmsalı əvvəlki ilə müqayisədə olsun neçə faiz? 70%. Sonra 25 və 26 nömrəli testlər qrafikə görə kəmiyyətin müqayisəsidir. Deyir, faydalı şəmsallarını müqayisə elə. Birinci qaydanı yadınıza salın. Qaydadan yəni A' bərabərdir eta vurulsun Q1'dir. Və bu düstura görə A' ilə Q1 düz mütənasibdir. Verilən nöqtələrdən düz xətlər keçiririk. Baxın, bir düz xət buradan keçdi. Sonra bir düz xət 3-dən. Digəri desə nədən keçdi? 4-dən. Deməli, burada 3 dənə xət alındı. Və hər xətə görə də, məsələn, hər xəttin altında da bir alfa bucağı var. Eta da bərabərdir. A' bölünsün Q1. A'-i qrafikdən Q1'ə bölsə verəcək bizə tangens alfa. Və faydalı şəmsalı da burada qrafikdəki düz xəttin altındakı alfa bucağı ilə düz mütənasibdir. Baxın, alfa bucağı ilə düz mütənasibdir. Bu isə o deməkdir ki, bucaq böyük olanın faydalı şəmsalı da böyük olacaq. 1 ilə 2 eyni xəttin üzərinə düşdüyünə görə onların faydalı şəmsalları bərabər olub 3-dən böyükdür. Baxın, 1 ilə 2 bərabərdir 3-dən böyük. 3 dənədən böyükdür, 4-dən böyükdür. Eyni ilə
26 nömrəli testi də bu qayda ilə işləyəcəksiniz. Məsələn, baxaq 26 nömrəli testdə yenə verilən qrafikdən hər verilən nöqtələrdən düz xətlər keçirməklə, baxın, koordinat başlanğıcından, bir dəqiqə bunu götürək burada. Koordinat başlanğıcından düz xətlər keçiririk. Bir düz xət buradan, baxın, bir düz xət buradan, bir düz xət də buradan. Və orada da qeyd etdik ki, hər bir düz xəttin altından bir alfa bucağı, yəni eta bərabərdir, A' bölünsün. Yəni qazın gördüyü işin soyuducu, qızdırıcıdan alınan istilik miqdarı A/1 bizə verir tangens alfa. Və faydalı iş əmsalı da qrafikdəki düz xəttin altında qalan alfa bucağı ilə düz mütənasib. Deməli, ən böyüyü 1, sonra 2 ilə 3 bərabərdir. Onlar da böyükdür 4-dən. Deməli, ən böyüyü 1, 2 ilə 3 bərabərdir. O da böyükdür 4-dən. Alırıq hansı variant? Alırıq C variantı. Keçək növbəti səhifəmizə. Növbəti səhifəmizdə də eyni ilə yenə qrafikə görə müqayisədə, amma burada isə görülən işlərin müqayisəsi gedir. Görülən işlərin müqayisəsini etmək üçün düsturumuzu yazırıq. Yazırıq ki, eta bərabərdir A' bölünsün qızdırıcıdan alınan istilik miqdarı. Buradan A-nın qiymətini tapsa, A bərabərdir. Deməli, eta vurulsun Q1. Faydalı işin böyük olması üçün deməli, bunların hər ikisi böyük qiymət almalıdır. Amma düstura görə də etanın A' Q1 daha doğrusu bir-biri ilə tərs mütənasibdir. Məsələn, bunlardan hiperbola keçirsə, bir hiperbola burada, biri burada, bir də burada. Deməli, hər ikisinin böyük qiyməti 3 nöqtəsinə uyğundur. Onda ən böyük iş 3 nöqtəsində. Deməli, 3 böyükdür 2-dən, o da böyükdür 1-dən. Baxaq, 3 böyükdür 2-dən, 3 böyükdür 2-dən, o da böyükdür 1-dən. Doğru cavabımız olur. Hansı variant? Doğru cavabımız olur C variantı. Sonra keçək 28 nömrəli testə. 28 nömrəli testdə yenə düsturdan istifadə etməklə həll olunması bir testi. Deməli, qızdırıcıdan alınan istilik miqdarı bu Q1-dir. Soyuducuya verilən istilik miqdarı Q2-dir. Burada da mühərrikin faydalı iş əmsalı soruşur. Deməli, 1 çıxılsın, Q2 bölünsün. Nə yazırsınız? Q1. Alınan nəticəni 100-ə vurmalı. 1 çıxılsın. Q2 60-dır, digər isə neçədir? 100-dür. 60-ı bölsək 100-ə 0.6, 1-dən də 0.6 çıxanda uşaqlar tapırsınız 0.4 və aldığımız cavabı da 100-ə vursaq neçə faiz alırıq? Deməli, faydalı iş əmsalı oldu 40%. Eyni ilə 29 nömrə testdə faydalı iş əmsalını verib soyuducu və qızdırıcının temperaturlarının nisbəti. Deməli, faydalı iş əmsalının 70% isə bunu yazaq 0.7, yəni 100-ə bölək. Artıq düsturda 100-dən istifadə etməyəcək. Yazırıq eta bərabərdir 1 çıxılsın, T2 böl T1. Buradan T2 böl T1 nisbətini tapmalıyıq. Həmin nisbəti tapanda, yəni T2 böl T1 bərabərdir 1 çıxılsın eta yazırsınız. 1-dən çıxırıq neçəni? 0.7-ni. 1-dən 0.7 çıxanda cavabımız neçə olacaq? Cavabımız olacaq 0.3. Eyni ilə 30 nömrəli testdə elədi. 30 nömrəli testdə faydalı iş əmsalını 60% yazıb və buraya yazırsınız indi 0.6, yəni 100-ə böldük. Buradan da T2 bölünsün T1 bərabərdir 1 çıxılsın. Buraya yazacaqsınız indi 0.6. 1-dən 0.6 çıxanda alırıq 0.4. Deməli, burada oldu 0.4. Burada isə neçə oldu? 0.3. Sonra 31 nömrəli testdə deməli, işçi cisim qızdırıcıdan aldığı istilik miqdarı. Qızdırıcıdan aldığı istilik miqdarı deyəndə bunu Q1 ilə işarə etmişdik. 5 kJ-dur. Sonra faydalı iş əmsalı etası 30%. Bunu yazaq neçə? 0.3. Mühərrikin gördüyü işi deyir hesabla. A bərabərdir suala. Deməli, faydalı iş əmsalının düsturundan A' bölünsün. Nədir? Q1'dir. Buradan A-nı tapsaq A bərabərdir. Eta vurulsun. Q1 yazırıq. Deməli, 0.3-ü nəyə vururuq? 5-ə. 0.3-ü 5-ə vursaq alacaq necə? 1.5 nə yazırıq? 1.5 kJ. Sonra 32 nömrəli testdə faydalı iş əmsalı 25%-dir. Yazaq 0.25, yəni əvvəlcədən 100-ə bölək. Mühərrikdə görülən iş A' bərabərdir 2 kJ. İşçi cisim qızdırıcıdan aldığı istilik miqdarı. Qızdırıcıdan aldığı istilik miqdarı Q1'dir və buradan Q1 soruşulur. Yəni yazırıq ki, eta bərabərdir işin Q1'ə olan nisbəti. Buradan Q1'i tapsaq
A-nı bölməlik nəyə? Yəni 2-ni bölməlik 0,25-ə. Vergülü silməklə yuxarı 2 0 düşəcək. Deməli 200-ü nəyə böləcəksiniz? 200-ü bölürük 25-ə. Alırıq necə? Alırıq 8 kilojoule. Deməli bu açıq sualdır. Aldıq 8 kilojoule. Deməli bugünlük bu qədər. Bugün biz sizinlə istilik mühərriklərinin iş prinsipi ilə tanış olduq. İstilik mühərriklərinin növləri. Sonra istilik mühərriklərində daxili enerji qeyd etdik ki, mexaniki enerjiyə çevrilir. Sonra istilik mühərriki 3 hissədən ibarətdir. Qızdırıcı, soyuducu, işçi cisim. Sonra istilik mühərrikinin iş dövrü 4 taktdan ibarətdir. Taktlarla izahını verdim. Deməli, bugünlük bu qədər. Növbəti videolarda görüşərik uşaqlar. Kanala abunə olmağı unutmayaq. Abunə olub paylaşaq. Hər kəs testlərimizdən, mövzularımızdan yararlana bilsin. Sağ olun.